Welcome to the daily English news program on Azerbaijan television with the most important events of the day. President of the Republic of Azerbaijan, Ilham Aliyev, signed an executive order on the additional US State Department spokesman Heather Nauert said that the United States is seriously concerned about violation of ceasefire. Azerbaijan. Mass media published articles condemning the terrorist attack in the village of Alikhanlı that were brought into combat readiness and the area of operation of Battalion Rochelle. According to the Defense Ministry's press service, the running of telephone lines for 50 houses built in the liberated Cücükmercanlı village of Cebral region under the executive order signed by President has been completed. President of the Republic of Azerbaijan, Ilham Aliyev, addressed a letter of congratulations to President of the United States of America, Donald Trump. The National Seaside Park, the Heather Aliyev Museum and Park Complex, the Fountain Square, the Governor's Garden. Azerbaijan became one of the favorable touristic destinations for Turkish citizens, a very important country in the region. I believe that Australia and Azerbaijan can enhance cooperation. 6 ildən sonra azad olunması cəmiyyətdə xüsusi həssaslıqla qarşılandı. Olan yeni sözlər isə həm milli, həm də Avropa mənşəlidir. Мы сейчас находимся в 13-м избирательном участке Kazakpirallahı. Gələcək planlarınız barədə fikirləriniz. Əsas parametrləri qeyri-neft sektorunun inkişafı, əhalinin sosial təminatı. Cənab səfir sizi salamlayır və bizə zaman ayırdığınızda görə təşəkkür edirik. Thank you very much. Çox sağ olun Arzu. Çox şadam. What can you say about the development? Azərbaycan və İsrail arasında siyasi iqtisadi inkişaf. Как известно, в ходе визита президента Украины Зеленского в Азербайджан были подписаны 4 Məlum olduğu kimi, Prezident Zelenskinin Azərbaycana səfəri zamanı əməkdaşlıq haqqında 4 sənəd imzalandı. Bu sənədlərin əhəmiyyəti barədə nə deyə bilərsiniz? Да, я хочу сказать, что это было очень важно Sizi для нас. salamlayırıq və bizi qəbul etdiyinizə görə bir daha Zat aliləri, bizə zaman ayırdığınıza görə təşəkkür edirik. Gələn il Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasını dileriz. Salam Rüfət Vəli qeyd olunduğu kimi Azərbaycanda könüllü hərəkatı yeni vüsət alıb. Təşəkkür edir Arzu. Zat aliləri, bizə zaman ayırdığınıza görə təşəkkür edirik. Avropa İttifaqı Şurasının prezidenti Charles Michel bu yaxınlarda Azərbaycana səfər etdi. Bu aksiya Azərbaycanın iqliminə necə təsir edəcək? Climate change, as you know, doesn't have border. İqlim dəyişikliyi Diyaloqlar dönəmində Qarabağ bölgəsində əhatə edən regional nəqliyyat layihələrini həyata keçirməyə hazırlaşır. Üstündə qarşıya qoyduğunuz hədəflər, prioritetlər hansılardır? Çanaqqala zəfərinin əldə olunmasında Azərbaycanlılar da yaxından iştirak etmişdi və 3000-dən çox soydaşımız şəhidlik zirvəsinə ucalmışdı. Çanaqqala zəfəri Azərbaycanlılar üçün süqut etməkdə olan Osmanlı İmperiyasının Fransa, İngiltərə və Anzak ordularına qarşı böyük ruhla döyüşən və qələbə çalan bir millətin zəfəri milli zəfəridir. İşləri yekunlaşdırılıb. Qeyd edək ki, ötən il inşasına başlanılan bu metro stansiya Əməkdaşımızın İran nə üçün Zəngəzur dəhlizinin açılmasına mane olur sualına isə cavab verməkdən imtina edib. Mr. Minister, why Iran opposes the opening of the Zengezur corridor? Qlobal miqyasda böyük tədbirə ev sahibliyi edir və COP29 ilk dəfə olaraq Azərbaycanda keçirildi. Bu ilin əvvəlindən başlayaraq Əştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Süni intellektin inkişafı ilə səs klonlama texnologiyasının istifadəsi dələduzluq məqsədi ilə artıb. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbəri izləyirsiniz, studiyada Arzu Xəlilovadır. Hər şey yaxşı olacaq deyib son ana dək təslim olmadılar. Mən də bir Azərbaycan gənci olaraq qürurluyam. Fərid Əhmədov Ədliyyə naziri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayı... Hörmətli dinləyicilər, mən Arzu Xəlilovanın təqdimatında gündəmin əsas xəbərləri ilə qarşınızdayım. Belə bugünlük xəbərlərimizdən bu qədər, hörmətli tamaşaçılar. Yenidən görüşmək ümidi ilə gecəniz xeyrə qalsın.